Hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Xırdalan şəhəri Heydər Parkının qarşısında 2 otağın 3 otağa düzəlmə ümumi sahəsi 75 kvadratdan ibarət. Görünən əşyalar qalmaq şərtilə satılan bir mənzil çəkib sizə təqdim edirəm. Mənzilin qonaq otağıdır. 16 mərtəbəli binanın 8-ci mərtəbəsi tam yaşayışlı su, qaz, işıq, lift daimi şəkildə istifadə olunur. Çıxarış yaxın bir zamanda veriləcək. Hal-hazırda MTK müqaviləsidir. Qonaq otağında olan bütün əşyalar qalır. Mənzilimiz tam skozlu bir mənzildir. Binanın ön və arxa hissəsinə baxışı var. Qonaq otağını çəkib təqdim elədik. Burada bizim sanitar qovşağımızdır. Mənzilin əsas giriş hissəsidir, foyesidir, geniş foyesi var. Burada iri bir mebel yığılıb. Mənzildə olan bütün əşyalar qalacaq. 75 kvadratlı satış qiyməti 129 min manat. Real alıcıya evə baxandan sonra indirim olacaq. Mənzilimizin əsas yataq otağı. Və əsas yataq otağının içərisində burada əlavə bir paltar otağı var. Yəni qardırop kimi istifadə olunur. Belə bir yerdir. Gəl, burada deməli mənzilimizin yerləşir mətbəx hissəsi. 2 otağın 3 otağa düzəlmə olduğu üçün mətbəx hissəsindən də keçirik. Uşaq yataq otağının söndürə telefonu. Mənzilin satış qiyməti 129 min manatdır, 75 kvadratlı 16 mərtəbəli binanın 8-ci mərtəbəsidir. Dəyərli dostlar, sizin də Xırdalan şəhərində əmlakınız varsa, əmlakınızı tez bir zamanda satmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiniz. Bu evlə də bağlı əlavə sual olarsa, mənzilə baxmaq istəsəniz, yenə də qeyd olan nömrəmizlə əlaqə saxlaya bilərsiniz.